44 günlük Vətən müharibəsini sonlandıran 10 noyabr bəyanatı və ya digər adı kapitulyasiya aktı 9 bənddən ibarətdir. 3 ölkənin dövlət başçıları tərəfindən imzalanıb 10 noyabr 2020-ci il tarixdə Moskva vaxtı ilə 00:00-dan etibarən tam bir atəşkəs və hərbi əməliyyatların dayandırılması nəzərdə tutulurdu. Bəyanatda bildirilir ki, Azərbaycan Respublikası və Ermənistan Respublikası tutduqları mövqelərində qalırlar. Ağdam bölgəsi və Ermənistan tərəfinin Qazax rayonunu işğal etdiyi əraziləri 20 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına qaytarır və Dağlıq Qarabağda təmas xətti boyunca və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülh məramlı kontingenti yerləşdirilir. Həmin kontingentin qalma müddəti 5 il nəzərdə tutulur və tərəflərdən hər hansı biri bitməsinə 6 ay qalmış öz etirazını bildirməzdisə, bu avtomatik olaraq 5 il daha artırılır. Bəyanatda həmçinin bildirilir ki, Ermənistan Respublikası Kəlbəcər rayonunu 15 noyabr 2020-ci ilədək, Laçın rayonunu isə 1 dekabr 2020-ci il tarixinədək Azərbaycana qaytaracaqdır. Və deməli, məcburi köçkünlər və qaçqınlar BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə qayıdırlar. O cümlədən hərbi əsirlər və digər deməli, şəxslərin, ölülərin cəsədlərinin mübadiləsi aparılır və deməli 9-cu bənd var ki, bu 9-cu bənddə 11 noyabr bəyanatı üçün əsas olan bir bənddir. Bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələri blokadadan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir.